Hələ indi o çəkiyə çatdırmaya başlayıblar. Düşünün. 3 aylıqdılar bu uşaqlar, amma 3 aylıq sayılmırlar. 16 günlük sayılırlar. Yəni 3 ay deyirik. Burada xəstəxanada belə deyirlər. Azərbaycanda bu arada bilmirəm nə deyirlər. Soruşanda ki, uşaqlar, həkim soruşur uşaqlar nə qədərli idi? Deyirəm 3 aylıq düzəltilmiş 16 günlük. Yəni hər zaman belə deyirəm. Yəni bu uşaqlar çox körpədilər. İndi 16 günlüklər. Sizin orada izlədiyiniz videoda uşaqlar hələ də ana qarnında sayılırdılar. Ona görə də mənim oyatmayımı yadırğamayın. Yəni bu mənim özüm elədiyim bir şey deyil. Əlbəttə ki, yatan uşağı sağlıqlıdırsa, heç bir problemi yoxdursa, ona yeməyə ehtiyacı yoxdursa, evdən təbii ki, oyatmaq olmaz. Çünki uşaq nə qədər çox yatarsa, bir o qədər yaxşı inkişaf eləyər. Bunu mən də bilirəm. Yəni mən də bir dənə uşaq böyütmüşəm. Az çox biraz təcrübəm var. Məsələn, mən oğlumda bunu bilmirdim. Yeni doğulan uşaq mütləq 2 saatdan bir yeməlidir deyə. Mənim oğlumun buna görə sarılığı çoxaldı. Yəni ona görə yeni doğulan uşaq. Sən bura bir sürü ana gəlib sarılıqla, uşaqlarla sarılığı var, çoxalıb. Təzə doğulan uşaqların bu arada. Niyə çoxalıb? Çünki başlarda ana südü çox az gəldiyinə görə, uşaq da təzə doğulan uşaq da çox yatdığına görə, ana da uşağın yatmağına görə, onu yedizdirdiyinə görə uşağın sarılığı artır. Yəni uşaq yatmağına fikir vermədən saat tutub onu yedizdirməlisiniz. 40 çıxana qədər. 40 çıxandan sonra zaten rejimə düşür uşaq.